Allah'a iman Əhl-i ve Cemaat'ın etikadındandır. Taifetun Neciyet-i Mensura'nın etikadındandır Allah'a iman. Bu özünde 4 şeyi daşıyır Allah'a iman. Allah Teala'nın varlığına iman getirmek lazım. Vücut varlığına vardır. Necə ki Allah Teala öz nəfsini adlandırıbdır. Huvel evvel vel ahir, o evveldir ve ahirdir. Ve zahir vel batin, zahirdir ve batindir. Ve huve bi kulli şeyin alim, o her şeyi bilendir. Ve huvel hayyul kayyum, o diridir. El kayyum özü durup başkasını kaldırandır. Kema kâle azze ve celle, Allahu la ilahe illa huvel hayyul kayyum. Allah'tan başka hakkı Allah yoktur. O el hayy el kayyumdur. Başka ayette Allah Teala diyor ki ve tevekkel alel hayyillezî la yemut. Ölmeyene tevekkül öyle gelen. Diri olup ölmeyene tevekkül öyle gelen. Huvel hayyu la ilahe illahu. O diridir, ondan başka hakkı Allah yoktur. İzen el-emrul evvel minel umurul leti yaktadihi el-imanu billahi. Demek Allah'a iman getirmeyen en birinci özünde taşıyacak şey, demek biz bildik 4 şeydir de. Birinci nedir? Allah'ın varlığına iman getirmektir. İkinci, onun rububiyyətine iman getirmek. Dəqiq təsdiqləmək ki, şək olmayaraq oradakı Allah Azze ve Celle o Rab'dır, el-Məlikdir, el-Mutasarrif fi mələkuti səməvat və göylərin yerlərində hər şeyi idarə edəndir. O yaradılmışları yaradandır, onları ruzlandırandır, onları dirildəndir, onları dirildəndir, öldürəndir, onları tərbiyə edəndir. Allah Subhanahu Teala yarattıklarını tərbiyə etmək 2 növdür. Birinci növ umumi tərbiyyədir, ikinci növ isə xüsusi tərbiyədir. Amma umumi tərbiyə gəldikdə, bu burada xeyir edəni də, günah edəni də, müsəlmanı da, kafirini də, danışanı da, danışmayan da, yəni dağlar, ağaçlar danışmıyor da, bunlar qəsdini. Danışmayan da, mükəlləf olan da, mükəlləf olmayan da. Necə tərbiyə edildi? Ruzlandırıb, onları yaradıb, ruzlandırıb, əminlik verməklə, istiqrar verməklə, sağlamlıq verməklə, varlılıq verməklə, bundan başqa olan şeylər. Bu tərbiyə umumidir. Allah Subhanahu Teala bunu xeyir əhlinə də, günahkar əhlinə də verir. Xüsusi tərbiyə gəldikdə isə Allah Subhanahu Teala mömin qullarını tərbiyə etməsidir ki, hansı ki, onlar öz Rəblərinə cavab verirlər, onun Rasullara tabi olurlar. Bu tərbiyə Tətənəvvəl mələikətul muqarrabin və kimləri özündə daşıyır? Ən yaxın mələkləri, peyğəmbərləri, yəni ənbiyə və rusul və mürsəlin. Yəni ümumi peyğəmbərlər deyikdə və Allahın bütün mömin qullarının hamısını özündə daşıyır. Yəni ləhum minallahi ma'at tərbiyyəti el-ammə. Demək, tərbiyyəti xassa. Onlarda həm ümumi tərbiyə var, Allah Teala onları yaratması, ruhlandırması, əminlik verməsi, sağlamlıq verməsi, varlıq verməsi bu umumidir. Və onunla yanaşı onlarda xüsusi tərbiyyəlik də var. Yəni Allah Subhanahu taala onların qəlblərini hidayətə müvəffəq eləməsi, onların əməllərini salih əməllərdə etməsi, hər bir Allaha yaxınlaşdıracaq şeyləri onlar üçün asatlaşdırması və Allaha qəzəb edəcəyi şeyləri onlardan dəf etməsidir. Bu nədir? Xüsusidir. Əgər Allah Subhanahu taalanın fəziləti, rəhməti olmasaydı, onlar hidayət olunmazdı. Lakin Allah Subhanahu Teala onlara rəhm elədi, onları müvəffəq elədi. Bu hidayət səbəblərini onlara gətirib verildi. Allah Teala onunla onlara hidayət verdi, onlara imanı sevdirdi və imanın onların qəlblərində imanı gözəlləşdirdi. Küfrü, fasiqliyi, asiliyi onlara nifrət elətdirdi. Yəni onlar sevmirlər bu şeyləri. Demək Allah Subhanahu Teala və cealəhum min xavassihi. Özünə xas olan kəslərlədir onlar Allah Subhanahu Teala. Və onların üzərində olan ən böyük nimətdən də onları imana hidayət eləməsidir. Necə ki, bəzi sahabələr deyir ki, Vallahi, ləvlə Allahu məhdədeynə. Allah'ın da olsun ki, əgər Allah Teala olmasaydı biz hidayət olunmazdıq. Və lə təsəddəqnə və lə salləynə. Nə sədəqə belədiklə namaz qılardıq. Subhanallah. فالفضل لله أولا وآخرا وظاهرا وباطنا دائما وأبدا. الفضلات evvelde de, ahirde de, zahirde de, batinde de daimi ve ebedi Allah'ındır. Vel abdu daif, kul zayıftır.
وَلَكِنْ اِذَا صَدَقَ مَعَ اللّٰهِ Lakin Allah'la doğru olarsa da وَأَتَ بِأَسْبَبِ الْهِدَايَةِ Hidayət səbəblərini gətirərsə də اَفَادَ اللّٰهُ عَلَيْهِ مِنْ خَزَائِنِ رَحْمَتِهِ وَزَادَهُ هُدًا بَعْدَ هُدًا Allah Teala öz rəhmət xəzinələrindən onun üzərinə tökər və hidayətdən sonra hidayət onu artırar. Yəni hidayət üzərində hidayət belə deyirlər. Artırar onu. Necə ki Allah Teala deyir: "Vellezîne ihtedeu zâdehum hudan." Hidayət olunanlar zâdehum hudan, Allah Teala onların hidayətini artırdı. Və ətəhum təqvahum. Onların təqvahum, yəni onlara ixlas verdi Allah Teala. İkinci nəydir? Rububiyyət. Birinci Allah'a iman gətirməyə daxildir. Bu cüzdün varlığına. İkinci rububiyyət sıfatına. Üçüncü el-iman bil-uluhiyyə. Uluhiyyətini iman etmək. Yəni el-iman bi enne Allah azze ve celle huvel ilahul haqq. Ellezî yestahikku en yu'bada vahdehu dune mesivahu. Yəni insan iman edir ki, o haqq ilahdır. Tək haqq ibadətə haqlı olan odur. Yəni ondan başqa olan haqlı deyil. Huvellezî yestahikku en yuta'a fe la yu'sa. O haqlıdır ki, itayət olunsun, ona asi olunmasın. Zikr olunsun ve unudulmasın. Tək haqlı olan Allah Teala'dır. Və şükür olunsun, küfür olunmasın və bütün ibadətlərin hamısı vacibdir ki, mükəlləf olan kəslərdən tək Allah'a yönətsin o ibadətləri. Ondan başqasına yönətməsin. İnnə mən sarrafa nəv'an min enval ibadəti li qeyrillahi. Onda kim ibadətin növlərindən bir növü Allah'tan başqasına sərf eləsə, o müşrik və kafirdir. İbadət tək olan Allah'adır. O məbuddur, ondan başqa nə yoxdur? İbadət ondan yoxdur haqqı ilə. Amma belə var, batildir. Allah'tan geri ibadət o qədər eləyirlər ki, amma batildir. Haqqı ilə Allah Teala'dır. Və huvəl xaliqu və mə sivahu məxluq. O yaradandır, ondan başqa olanlar yaradılmışdır. Allah Teala yuxarıda dedik ki, o məbuddur, ondan başqa olanlar quldur, o yaradandır, ondan başqa olan yaradılmışlardır. O göyləri yeri yaradandır. El-Hayy, El-Qayyumdur. Ondan başqa olan məxluqatlar isə onlara heç nədən olublar onlar və fənalıq da onlara gələcəkdir. Fəna yəni heç nədən yaradılırlar, yəni fani olacaq, yox olacaq, yoxluq gələcək onlara. Ölüm gələcəkdir onlara. Fələ yəbqə əhədun alə vəcəl ard. Yer üzündə heç kim qalmayacaqdır. Əv mimmən qadallahu aleyhil mevt və Allah Teala yaratdıqlarından, yəni göylərdə yaratdıqlarından kimlərə ki ölüm hökmü veribdir, onlara, yəni hər bir şey, hətta mələklər, hətta ölüm mələyi belə öz canını alacaqdır. Bütün mələklərin canını aldıqdan sonra. Nələr qalacaqdır? Yalnız Allah Teala istəyib ki, o şeylər qalsın, onlar qalacaqdır. Kullu nəfsin zəiqatul mevt. O şeylərdə ki, nəfs var, hamısı öləcək. Ruh var, o nəfslər hamısı öləcəkdir. وهذا نوع من أنواع التوحيد هو الذي وقعت من أجله المعارك بين الرسل وبين من أنكره من الكفار على اختلاف مللهم كاليهود والنصارى والمجوس والوثنيين والملاحدة. Demək, bu tövhidin növlərindən bu növündə, yəni uluhiyyət tövhidindən söhbət gedir. Bunun üçün rəsullarla onları inkar edən kafirlər arasında döyüşlər olubdur. Həmin kafirlər isə müxtəlif millətlərdə olublar. Yahudilər, Xristiyanlar, Məcuzlar, bütpərəstlər, kafirlər döyüş baş veribdir. فالرسول وأصحابه واتباعه يدعونهم إلى عبادة الله وحده دون سواه. Rasul və onun sahabələri onlara tabi olanlar tək Allah'a ibadət etməyə dəvət ediblər insanları. Ondan başqa ibadət olmamalıdır. Və alə rəsil ibadəti təvhidilləhi. İbadətlərin başı da Allah'a təhləşdirməkdir. Şirki tərk etmək və şirk əhlindən uzaqlaşmaqdır. Və üçüncü nədir? Rububiyyət. Dördüncü əmr, dördüncü iş nədir? Allah'ın gözəl adları və uca sifətlərinə iman etmək. Ona layiq olan şəkildə. Allah'ın əzəmətinə layiq, cəlalına layiq olan şəkildə.
İnanmaq ki, Allah Subhanahu taala'nın gözəl adları var. Allah Subhanahu taala Quran-ı Kərimdə cümlətən və təfsilən ümumi olaraq və açıqlayaraq bunu bəyan eləmişdir. Və lillahil əsmaul husna. Gözəl adlar Allah'ındır. Fəd'uhu biha, onunla Allah'a dua edin, çağırın. Və darullezine yulhidun fi esmaihi. Onun adlarında ilhad edenler, küfür edenler, kim mənadadır? İnkar edenler və təvil verib yozanlar, yəni kimlər ki onun adlarında ilhad edirlər, seyuczavna ma kanu ya'malun, etdiklərinin cəzasını çəkəcəklər. Və cəə zikrul əsmaul husna fi sünnət. Həmçinin sünnədə gözəl adlar zikr olunubdur, gəlibdir, zikri gəlibdir və vacibdir ki, onlara iman eləmək, mütləq kamil şəkildə. Onlar hamısı kamildir, həmin adlar. Çünki Allah Subhanahu taala'nın adları hamısı gözəldir. Və sifatul bari ləti dəllet aleyhə əsma'uhul husna. Allah Subhanahu taala'nın el-bari sifətləri hamısı dəlalət edir ki, onun adları nədir? Gözəldir. Vəcəbəl imanu biha duna təşbihin və la təmthil və la təhrif və la ta'til. Demək, bunların hamısına iman etmək, oxşatmadan, oxşatmaq kimi əldə. Təşbih və təmthil. İkisi də oxşatmaq kimi gəlir. Təşbih olmayan bir şey oxşatmaqdır, təmthil isə olan bir şey oxşatmaqdır. Məsələn, deyir, insan əli kimi, əli var, əli kimi. Təşbih isə xəyal qoyur ki, hər hansı bir beyninə gəlir 859 məsələsində bu formada. Yəni, təşbih eləmədən, təmthil eləmədən, təhrif eləmədən, təhrif dəyişmədən, ta'til inkar eləmədən. Demək, biz əhl-sünnə nə edir? İman gətirir bunlara. İspat edir. Allah Subhanahu taala'nı bu oxşatmalardan münezzeh edir, baş tutur. Bu ta'tildən, inkarləməkdən uzaq tutur. Təşbih müşəbbihə tayfası var. Onlara nisbət olaraqdır. Bizə ki, onlar barəsində bəzi sələf demişdir ki, mən şəbbəhallaha bi xalqihi fəqat kəfərə, kim Allah'ı yarattığına oxşadarsa da artıq küfür etmiş olar. Tatil isə adları və sifətləri, Allah Teala adı və sifətləri inkar eləməkdir. Necə ki, bunu cəhmiyyələr edibdir. Onlar Allah Teala'nın sifətlərini inkar ediblər. Necə ki, həmçinin demək, adları və sifətləri inkar edənlər cəhmiyyələrdir. Amma sifətləri inkar edənlər mu'təzilələrdir. Cəhmiyyələr adları da sifətləri də inkar edir. Amma sifətləri inkar edənlər mu'təzilələrdir. Mu'təzilələr adları isbat edirlər, sifətləri isə inkar edirlər. Əv və yaxud da ki, Allah Taala'nın sifətlərini təbil verənlər, məzmum təbil verənlər, yəni ki, düzgün olmayan, sələf-i salih onun üzərində ittifaq eləmifdir. Sifətlərin həqiqətini eləmirlər, düzgün təbilini vermirlər. Sələf-i salih sifətləri həqiqi olaraq isbat ediblər. Zatı sifətlər var, feili sifətlər var. Allah Subhanahu taala əzəmətinə, cəlalına layiq olan şəkildə onu isbat ediblər. Onu oxşatmaqdan, təmsildən, təşbihdən uzaq tutublar. Təvildən, yəni məzmum, bəyənilməyən, qəbul olunmayan təvildən və ta'tildən, inkardan uzaq tutublar. Əksinə onlar necə ki Allah Teala deyiblər, leysə kəmithlihi şey, onun mislində heç nə yoxdur. Və huvəs-səmi'ul basir, o eşidəndir, görəndir. Bu dörd şeydir ki, özündə Allah'a iman etməyi daşıyır, Allah'ın varlığına iman etmək, necə ki mələhidələr Allah'ın Rəbbi olmasını inkar edən kafirlər dediyi kimi yox, onlar təbiətə iman gətirirlər ki, hər şey təbiət yaradır, təbiət edir. Yəni, belə yox. Onlar Allah'ın, yəni, Allah'a iman gətirənlərdən söhbət edir. Rububiyyətinə iman gətirirlər. Allah Subhanahu Taala'nın varlığına iman gətirirlər. Rububiyyətinə iman gətirirlər. Demək, Allah Subhanahu Taala'nın rububiyyətinə iman gətirmək, onun varlığına iman gətirmək öz sahibini imana salmır. Yəni, bu kifayət eləmir. Sən desə Allah var, o yaradandır, ruzu verəndir, bütün mülkün sahibidir. Bu insanı imana salmır. Hətta Allah'ın uluhiyyət tövhidinə və ad və sifətlər tövhidinə iman gətirməyəni kimi. Yəni, bu dördü də cəm olmalıdır.
Yəni biri deyir ki, mən inanmıram Allah var və o yaradandır, ruzu verəndir. Sən imana girmiş sayılmırsan. Amma bu uluhiyyətə də və ad və sifətlərə də iman gətirdikdə bu halda sən imana girmiş sayılırsan. İmanın rukunlarının ən əzəmətlisi Allah Subhanahu Taala'ya uluhiyyət tövhidinə iman gətirməkdir. O tək ibadətə haqlıdır, onun şəriki yoxdur. Bu üç tövhid növlərinin arasında tələzüm var. Mənə bax, heysu dilalət aləl mənə, məniyə dəlalət etmək baxımında tələzüm var. Mə'nə tələzüm beynə ənva' təvhid. Yəni tövhidin növlərinin arasında tələzüm, yəni bir-birini vacib edir. Bunlar bir-birini vacib edir. Tələzüm, yəni biri olmasa gərəkdir. O birisi mümkündür ki, tamamlansın. Yəni sən lazımdır ki, iman gətirsənsə bu üçü də bir olmalıdır. Olmaz ki, mən deyim, rububiyyəti mən gətirdim, uluhiyyət və sifətlərə yox. Və yaxud uluhiyyəti mən gətirdim, rububiyyəti mən gətirməyim. Belə olmamalıdır. Və yaxud onu pozan nəsə gətirim. Bunların arasında tələzüm var. Ənə təvhid-ül uluhiyyə yetədəmmənə rububiyyə. Yəni, uluhiyyət tövhidi özündə rububiyyət tövhidini daşıyır və ad və sifətlər tövhidini daşıyır. Rububiyyət tövhidi də özündə ad və sifətlər tövhidini daşıyır. Yestəlzimən təvhid-ül uluhiyyə. Bu ikisi də özündə uluhiyyəti daşıyır. Rububiyyət ad və sifətlər. Fəhumə mütələzimən. Təvhid-ül uluhiyyə yəni mən əqarrə bi vahdaniyyətilləh. Uluhiyyət tövhidi nədir? Kim Allah'ın təhliyini iqrar edirsə də. Fakat daxaləl imanı bi rububiyyətihi və əsməhi və sifətihi. Allah'ın təhliyinə əgər sən iman iqrar edirsənsə də, onda ora nə daxil olacaqdır? Rububiyyəti də daxil olacaq və ad və sifətlər də daxil olacaqdır. Kim rububiyyəti iqrar eləsə və ad və sifətləri iqrar eləsə, lazımdır ki, Allah'ı təhiyləşdirsin. Yəni sən deyirsən ki, Allah Teala göyləri, yeri yaradandır. Ruzu verəndir. Bütün mülk onundur, işləri yoluna qoyandır. Onun gözəl adları var, uca sifətləri var. Sən bunu dedikdə, onda tək ibadətə haqlı olan kim olmalıdır? Bu olmalı, Allah Teala olmalı. Demək, uluhiyyəti özündə lazım edir. Ona görə alimlər demişdilər ki, uluhiyyət tövhidi rububiyyət və ad və sifətlər tövhidini özündə daşıyır. Rububiyyət tövhidi və ad və sifətlər tövhidi isə uluhiyyət tövhidini lazım edir. وهي قاعدة في هذا الموضع جليلة النفع. Yani bu qaida, bu yerdə bu qaida çox uca bir faydalıdır.